Mən həyatam. Mən milyonların eviyəm və daha neçə milyona dəstək oluram. Bolluğum rifah gətirdiyi halda qıtlığım ölümcül ola bilər. Sizin sağlamlığınız mənim sağlamlığımdan asılıdır. Sizin həyatınız məndən asılıdır. Mən bitkiyəm. Mən həyatam. 12 may Beynəlxalq Bitki Sağlamlığı Günüdür. Birləşmiş Millətlər Təşkilatı tərəfindən elan edilən bu günün məqsədi bitki sağlamlığının qorunmasının qlobal miqyasda əhəmiyyətini vurğulamaq və bu sahədə ictimaiyyəti maarifləndirməkdir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizdə bitki sağlamlığının qorunması, həmçinin xəstəliklərin, zərərvericilərin vaxtında aşkarlanaraq onlara qarşı effektiv mübarizə tədbirlərinin görülməsi məqsədi ilə mütəmadi tədbirlər həyata keçirilir. Qida zəncirinin əsas elementlərindən olan bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində Agentlik tərəfindən yeni bitki sağlamlığı haqqında qanun layihəsi hazırlanıb. Bu qanun layihəsinin hazırlanmasında əsas məqsəd ölkədəki bitkiçilik məhsullarının beynəlxalq tələblərə uyğun yetişdirilməsini və onların ixrac potensialının artırılmasını təmin etmək, eyni zamanda bitki xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsini həyata keçirmək və bundan başqa təsərrüfatlarda istifadə olunan bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin qeydiyyat sistemini sadələşdirmək və eyni zamanda onların istifadəsinə və dövriyyəsinə nəzarət mexanizmini təkmilləşdirməklə bağlı olmuşdur. Ölkədəki bitkiçilik təsərrüfatlarında fitosanitar nəzarət tədbirlərinin vaxtında və mütəmadi həyata keçirilməsi məqsədi ilə milli monitorinq planı hazırlanmış və təsdiq olunaraq icrasına başlanılmışdır. Həmçinin bitki sağlamlığının təmin olunmasında Qida Təhlükəsizliyi İnstitutunun ixtisaslaşmış laboratoriyaları xüsusi rola malikdir. Mərkəzi fitosanitar laboratoriyasında entomoloji, herboloji, mikoloji, bakterioloji və virusoloji ekspertizalar aparılır. Kompleks tədqiqatlar laboratoriyasında beynəlxalq metodlardan istifadə edilərək pestisid və aqrokimyəvi maddələrin laboratoriya sınaqları həyata keçirilir. Milli referans laboratoriyasında meyvə-tərəvəz məhsullarında pestisidlərin qalıq miqdarı təyin olunur. Eyni zamanda Xaçmaz, Lənkəran və Tovuz regional sınaq laboratoriyalarında isə bitki xəstəliklərinin aşkar olunması istiqamətində ən müasir laborator sınaqlar həyata keçirilir. Eləcə də fitosanitar sahədə nəzarətin daha da gücləndirilməsi və işin səmərəli təşkili məqsədi ilə səyyar fitosanitar laboratoriya fəaliyyət göstərir. Bitki mühafizəsi həyatın mühafizəsidir. Bitkilərin müdafiəsi həyatın müdafiəsidir.